Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliğine qarşı Türkçə əski kitablar proqramının 282-ci bölümünə başlayıram. Dünən çox gözəl bir kitabla tanış olduq. Birinci kitabın adı Türkçə əlyazma idi və neçə yüz il bundan qabaq yazılmışdı. 988 il bundan öncə yazısı bitmişdi. Üzr istəyirəm. 459 il öncə yazılmışdı. 988-də yazısı bitmişdi Hicri qəməri tarixində. Kitabın adı Lüğəti Dastani ya Danistani Kitab. Bu bunun adı idi. Sözcülükdür. 3 dildə sözcə ərəblə, ərəb, türkü və farsı. Yazan Xətib Rüstəm Əl-Mevləvidir, Rüstəm el-Mevləvi və nüsxəçi Məhmud ibn Mustafa idi ki, bunu dediyim kimi yazmışdı. İkinci divan ki oxuduq, çoxdur, mən sevdim. İkinci türk kitab adı Divan-ı Taciddin Əhməd idi. Taciddin Əhmədin kitabının 548 səhifəsi var idi ki, onu Sultan Muradi Sani zamanında Sultan Məhəmməd xanın oğlu Sultan Muradın dövründə yazıbdı. Elə o zamanda bir şəxsi Əhməd ibn Hacı Məhmud Əl-Aqsaraylı bu kitabı həm yazıbdı gözəl bir xətt ilə, həm də təzhib eləyibdi. Bu kitab 607 il öncə yazılmış bir türkcə böyük ədəbi bir əsərdir. Düzünü axtarsaz, mən neçə il bundan qabaq, özəlliklə Jurnalist TV-də çalışanda inanmırdım ki, türk dünyasında bu qədər əski əlyazma kitablar var. Yəni, əslən, məsələn, zehnimə gəlmirdi ki, 10 dana olsun. O qədər bu İran deyilən yerin və dünyanın təbliğatının altında qalmışdıq, zehnimiz mühəndislik olmuşdu ki, mən məsələn bir dənə deyəndə deyirdim ki, tamam da, məsələn, Füzulidir, əgər olsa, o da yazmış olsa, olmasa, məsələn, filan kəsdə olmasa, filan, yəni neçə dana, ondan sonra qutardı. Amma indi Türk dünyasında yazılan ədəbiyyata kitablara baxıram, əl yazılara, indi buradan heç olmasa mən 500 dana kitabı, əl yazma kitabı burada tanımışam. Demirəm oxumuşam, tanımışam ki, yəni bu kitab da var, içindən də bir-iki səhifə oxumağa çalışmışam. Çünki mən türk dilində dərs oxumadığım üçün və türk ədəbiyyatında böyümədiyim üçün çox zəifəm bu dildə. Zəif demək deyil, yəni sıfır haqqında bir şəxsəm. Yəni mənim dostlarım vardı, tanıdıqlarım var, hörmət qoyduğum türk insanlar var, türkoloqlar var, türk lüğəti çalışanlar vardı ki, mən onların yanında bir damcıyam, onların uqyanusların yanında. Amma çalışıram ki, mən də onların uqyanuslarına yapışım, damcı dəryaya uqyanusu yapışsa, uqyanus olur deyə özümü belə görməyə çalışıram. Gedək görək ki, bu günləri şansımıza hangi kitab ya hangi kitablar gəlir. Bildiyiniz kimi, mən lüğətdə daha çox zəifəm. Onun üçün çalışıram ki, oracan ki mümkündür. Bəzi kitabları götürəm ki, lüğət olmasın, eləyə biləm, anlayam. Tamam. Dünənləri bu şeyi oxuduq. Bunu mən değiştirim. Burada adın ki bəlli olsun. Bunu biz oxuduq dünənləri. Hətta bunun şeyi fəqət 3 hərfi buradan götürsək, qalanı okeydir. Şəmsiyyə deyə bir kitab açıram. Ehtimalən o da ədəbiyyatdan olacaqdır və Təzkirətül Awliya əlyazma Uyğur əlifbası ilə. Cəlibdir, bu Uyğuru da yavaş-yavaş tanış olmağa çalışıram. Mən bunu oxuya bilmərəm, çünki bu əlifba yazıbdır Uyğur, amma Uyğur belə əlifbadan faydalanmır. Bu Moğuldur, əgər səhv eləmirsəm. Bunu qabaqcan bir kitabda Moğulun əlifbasını tanıtdırmışdı. Onun üzündə oxumadıq, yəni sadəcə əlifbası necə yazılır ona baxdıq. Burada kəlmələr yazılıbdır.
Amma bu kəlmələr mənim üçün çox əslən bir ayrı dildir bu mənim üçün. Yəni əlifbanı bilməyəndən sonra bir ayrı dildir. Tamam, bu kitab elə əvvəldə gördük, indi yazıblar Uyğur, amma Uyğur əlifbası deyil. Uyğur əlifbası ilə mən Çinin Yen adlı pulun görmüşəm, onun üstündə Uyğur yazılır. Ha belə Uyğurların danışıqları Azərbaycana çox yaxındır. Yəni Azərbaycanda biz Təbrizdə, Ərdəbildə danışdığımız dilə çox yaxındır. Bir nəfər getsə Uyğuristana, mənə belə gəlir ki, o şey eləməz. Orada çətinlik yaşamaz. Yəni Uyğuristanda çətinlik yaşamaz. Hər halda bu kitabı üçün oxuya bilmərəm. Oradan da silim ki, bu kitab düzdür əl yazmadır. Amma bu mənim zorum çatmayan bir kitabdır. Rical-i Sufini də açaq, qalsın burada bu iki kitab elə olsun, ikisi də insanların haqqında olsun. Birinci kitabı açdıq, Şəmsiyyəni açdıq PDF-in. PDF-də 416 səhifə görsənir. Bu 416 səhifəyə baxaq görək ki, nədir? Adı Şəmsiyyədir. Princeton University Amerikada saxlanır, onun kitabxanasında saxlanır və normalda budur ki, o zaman ki bu yazını görürük, heç oxumağa da çox ehtiyacı yoxdur. Deyir ki, bunun copyrighti yoxdur. Yəni kitab onların deyil, hər kəs eləyə bilər bunu oxusun. Yazıcı Səlahüddin adında bir adam deyir ki, bunu yazıbdır. Şəmsiyyə kitabın adıdır. 204 vərəqi var. O şey ki, bərci deyirlər varsa, biz ona vərəq deyirik, yarpaq deyirik, odur. Kitabın eni boyu yazıbdır, 21 cm, 14 cm eni boyudur və Bantu 2 lan, tamam. Copy completed. Bu deyir ki, bu kitab 864-cü ildə qutarıbdır, yazılıb qutarıbdır. Və hər sətirdə 13 sətir yazılıbdır. Bəzilərində deyir, nəxşi vardır. Amma qəri ilə filan, tamam, bunlardan geçək. Gedək kitabın özün bir baxaq. Kitabı əvvəl həmişiyə tay, hər cələsənin əvvəlinə tay, kitabı kiçiklədirik, PDF-i kiçiklədirik ki, səhviyyə yerləşsin. Görək kitabın kağız formatı nə cür qalıbdır, onun əkslərinə baxaq. Diqqət eləsəz, kitabın hər yeri bəllidir, cırılıb, dağılıb, əpriyibdir, cildi də cırılıbdır, şirazəsi çox cırılıbdır, kağızları cırılıb eşiyə çıxıbdır, dönüb daha bəllidir ki, səfələr qopublar və əziliblər. O şəkildə saxlanır. Zahirən PDF-də hər səhifədə bu Amerikalılar kitabın bir səhifəsini qoyublar. Biz də onu görürük burada. Burada da bir tarix yazıblar, amma nömrə və tarix ehtimalən. Kitabın elə birinci səhifəsini görürük. Cırıqlığı buradan bəlli oldu. Hardan, hangi səfə cırılıb, hara gəlibdir bəlli deyil. Yəni indi demək olar ki, bu cür deyil. Amma ikinci səhifəyə baxanda Bismillahirrahmanirrahim və bihi səfə. O nədir, onu sonra oxumağa çalışarıq, görək ki, nədir. Kağızı baxsız, hər tərəfi əpriyibdir, köhnəlibdir. Çox, amma əl yazısına diqqət eləsəz, bu günləri mənim əl yazıma çox yaxın gəlir bu. Zahirən kitab fotokopiya bənzir. Mənə belə gəldi ki, fotokopudur. Çünki dövrəsinin qərəliği əl ilə ya su ilə olduğundan da əlavə bir şey görürəm bu burada. Ona görə nəzərimə gəlir, bəlkə bu fotokopu olmuş ola bilər. Amma fotokopu olmuş olsaydı, kitab orada vərəqləri cırıq eşikdə olmazdı. Bu bəllidir ki, fotokopu deyil. Yəni bəlkə də fotokopudur, yəni əksi salıblar, o cürsü görsənir, hər kitabdan da bir şey, amma baxaq görək da, yəni belə nəzərə gəlir ki, mən bunlara baxanda fotokopu görürəm. Yəni burada da bir ayrı
Xəttlərə baxın, burada dəyişir. Əslən burada xəttin formatı dəyişdi. Hər hərfin, kəlmənin və hərfin üstünə onun səsində qoydu. Amma bu xətti oxumaq biraz mənə çətin olar, nəzərimə gəlir. Çox fərqli bir xəttə keçdi. O əvvəlki xətt daha rahat idi. Bu xətt biraz çətin oldu, amma şeirə çevrildi. Yenə qeydli o birisi xəttə. Ehtimalən onu bir ayrı adam yazıb, bunu bir ayrı adam yazıbdı. Yenə də aynı xəttə qeydli şeir olduğu üçün nədir olur ki, qeydir o şeir yazanda qeydir o xəttə həm xətt dəyişir, həm qələm dəyişir, həm də ki yazı şəkli dəyişir. Məsələn, bunlarda görürük ki, hərflərin üstünə səslərin qoyubdur ki, orada o zamanda nə cür oxurmuşlar, o oxunsun. Diqqət eləsək, burada görürük ki, bu şeirlər davam edir və uzunca gedir elə, yəni o formatda gedir. Burada cırıqlara görürük, baxın, buradan bu üzə PDF-in 64-cü səhifəsindən bu səhifədə görürük ki, bir kiçik cırıq kağızı qoyub bura, bəllidir, bunu rəsmən qatlayıblar, cırıblar. Yəni kağızı belə qatlayıblar, çəkiblər, cırıblar, yazıblar, qoyublar kitabın arasına. Bu da o birisi tərəfidir. Həman kağızın arxa tərəfidir. Yenə qeydli buradan elə aynı xətt ilə ki, şeirlər yazırdı, şeirləri davam edir. Çox əlbəttə cəlib xəttdir. Yəni bəlkə də oxuya bilərəm, biraz zəhmət çəkmək lazımdır. Əlyazı, küllən əlyazı oxumaq çox çətindir. Yəni çətin işlərdən biridir. Bir təxəssüsdür, uzmanlıq sahəsidir. Amma və bəzi xəttləri də oxumaq o kitabda mümkündür ki, aylar gərək vaxt sərf eləyəsən ki, o kitabı oxuyasan. Amma normal mənə belə gəlir ki, istəyəsiniz üzdən keçmə belə oxuyasınız. Əvvəldə bir 30 səhifəni, 20-30 səhifəni adam oxusa, onun əl yazması ilə göz, beyin adət elər. Onu tanımağa başlar. Tanıyandan sonra da təbii ki, onun əgər kəlmələrin, yazdıqlarının anlamını adam anlasa, eləyə bilər ki, idrak eləsin ki, bu kitab nə deyir. Çünki biz kitabla düşüncə alveri eləyirik. Danışırıq kitabla. Kitab bizlə danışır, biz də içimizdə onunla danışırıq. Özümüzü əgər bir o fəlsəfidir ya hər nə şahid olsa özümüzü onun qəhrəmanı kimi görürük. Və o kitabı özümüzün içimizdə analiz edirik, açırıq, baxırıq, mənim hangisi dərdimə dəyər, hangisi dərdimə dəyməz, mən hangisinin müvafiqəm, hangisinin müxalifəm deyə bunları içimizdə analiz edirik. Mən tez-tez vururam gedir. Burada şeirlərin üstündə də bir Əl-Fəslül Tasi Əşər. Məsələn, buradan gəlibdir. Əl-Fəslü Xamis. Adları ərəbcə yazır, fəsilləri, amma fəsildən sonra indi bu şəmsiyə nə deməkdir? Əvvəl şəmsiyə bilirik ki, indiki ərəb dünyasında o şey ki, biz çətir deyirik. Ona Türkiyədə və ərəb dünyasında şəmsiyə deyirlər. Çünki çətiri yağışda biz götürürük, amma dünyanın bir çox yerində Çin olsun, Türkiyə olsun, ərəb məmləkətləri olsun, gündən qorunmaq üçün istifadə edirlər. Yağışda o qədər olmadığı üçün. Ona görə adına şəmsiyə deyirlər. Burada da indi yetişdik bir yerə ki, şeirlərin adın, məsələn, burada yazıb ki, Ruzi Doşənbə, Ruzi Yekşənbə, qeyd edirəm arxadan. Məsələn, buradan başlayır. Ruzi Şənbə, bu kitab Ruzi Yekşənbə, Ruzi Doşənbə, Ruzi Səhşənbə, Ruzi Pənçşənbə. İndi bu çarşənbə ilə cümə axşamı ha vaxt getdi. Səhşənbə, Pənçşənbə. Səhşənbədən gedib Pənçşənbəyə Ruzi Axərinə. Bəlkə adinə deyirlər, o ola. Yenə bu getdik kitabın axirinə gedirik. Diqqət buyursaq, kitab zahirən cildi qırmızıymış ya da gilanarı imiş, göndən 3 qismət imiş. Kitabın ağzı çift kimi gəlib bağlanırmış. Biz onu burada görürük.
cırıqların və vəziyyətini görürük. Bir səhvə dalıya qeydəndə bu molay, nə mənə molay deyə və bu səhifəni görürük ki, burada da bir şeylər yazıblar, xətt təmrin eləmişlər, bu səhifə boşdur, cırıqları görürük. Bu birisi səhifədə bir hesablar yazılıbdır. Və burada ehtimalən təmmətil kitab bi unillahil Allahi vəl hüsnü tövfiq səneyi, bunu oxuyaq görək ki, bu sənəni yazır. Burada yazıb ki, 978 867. Bu nə deməkdir? O bilmirəm nədir, amma bu kitaba rəbti bağlamalıyıq. Səneyi ərbəətə və sininə səmanə beləndən olacaqdır. Əcəb. Beləndən, ləndəndə. Səneyi ərbəə və sittinə, ərbəə 4, sittin 64, səmanə və səmanə miə. Tamam, o da miə olacaqdır. Səmanə 900 ola. Bir də burada yazacaq ki, səneyi ərbəə və nə idi? Sittinə və səmanətə miə. Səneyi ərbəə və sittinə və səmanə miə. 864. Kitab buradan bəlli oldu. 864. Ərbəə və sittin 64. Səmanə də 800. Səmanə miə 800. Tamam. Kitabı burada yazıb ki, adı oldu Şəmsiyyə. Baxarıq sonra. Ad Şəmsiyyə. Tarix səneyi neçə oldu? 864. 864 Hicri qəməri. Bu kitabın yazılma tarixi, çünki özü də dedi, qutardı kitab. Təmmətil kitab bi unillahi və husni tövfiq səneyi ərbəə və sittinə səmanə miə beləndən. Ləndəndə yazıbdır. Yəni bu o zaman neçə il qabaq olur, onu da bir çıxadaq görək ki, neçə. İndi 1447-ci ildik. Ondan çıxsaq 864-ü, 864-ü 584 il, 83 il. 583 il öncə yazılmış. İndi bunu mən beləndən oxudum, amma ola bilər ki, başqaları fərqli oxusun. Çünki xəttin hələ özü ilə tanış deyiləm. Qeydaq kitabın əvvəlinə Princeton Universitetinin yazılarını geçdik, cildi də geçdik, birinci səhifəni geçdik. Bu cırıq səhifəni də oxumayaq. Bismillahirrahmanirrahim və bihi səfəti belə bir şeydir. Bu birinci dəfədir, belə bir şey görürəm. Tövfiqi olacaqdır və bihi tövfiqi, yox, tövfiq də deyil. Səfti. Qocaq, səfti nə deməkdir? Əvvəlcə bunu 3 nöqtəli səfti nə deməkdir? Ərəbi gərək olsun. Belə bir şey birinci dəfə ömrümdə görürəm. Oxuması da çətindir. Deyək ki, bismillah, biz və bunu buradan dəyişdirim də, buradan dəyişdirim, əvəzini ki, oradan dəyişdirəm. Bismillahirrahmanirrahim və bihi deyə yox, və bihi səfti
və bihi safti. Bu da baş tapmayıbdır. Məncə bu yazdığı şey deyil. Hər halda bu ey xudavənd qədimi ləm yəzəl xaliqul əşya əbədsin həm əzəl. خالق الاشیا ابد سین هم ازل اول آخر باطن ظاهر سلام مالک الملکی müheymen zu intiqam. Biraz mən bu Allaha bu sifətləri ki verirlər, bunlarla müxalifəm. Yəni Allahı zu intiqam deyəndə, yəni ki uğdeyi bir şeydir və zəif bir şeydir. Ona zərər gəlir, zərərə qarşı intiqam alır. Bu mənim inandığım Allah deyil. Mən belə bir Allaha inanmıram. Allah ki zəif ola, intiqam ala, cəhənnəmi ola, mən o Allahdan xoşum gəlmir əslində. İstəmirəm də qəbul eləyəm. Qadiru, qahiru, qəviyyu, həmmətin, raziqu, hafizu, hüvəl haqqil mubin. Alimi, adili, rəufu, zülcəlal, məqsəti, cami'i, əniyyi, la yezal. Rafi'i, qabizi, muizzi, həm səbur, baisi, vasi'i, ғفوری هم şekur. Padişahisin, şah-ı sultan yaradan. Padişahisin, şah-ı sultan yaradan. Aql, eşqi, ilmi, iman yaradan. Yaradan, yaradan. Eyni həman kəlməni şeirdə beləsi, ahənginə görə beləsi yazıldı. Sani-i pərverdigarsin binəzir, nar feyegul nar figul var qapunde ne vezir. Narəfiqün var nə haman. Narəfiqün var nə rəfiqin var. Narəfiqün var qapunda nə vəzir. Nazırın yox kim belə hər maliki. Nazirün yox kim bilə hər maliki. Qabüzün yox kim göz edə maliki. Gözadə maliki. Yəni göz malikləri isə göz tutar, gözadə, göz tutar. Nə əmin o kür verir, nə kətxuda. Nə əmin o gün verir, nə kətxuda. Bir bar Allah tenişgusuz xuda. Bu başlapadım nə oldu? Nə əmin okur ehtimalən olsun, okun. Acaba bu nundur ya yoxdur? Bu görün bu okun nə olar? Okun. Okun. Nə əmir okun? Okunur. Okunmaz, okunur. Beləsi tutubdu bu. Nə əmin okur, verir, nə kətxuda. Biro barullah tenişgusuz quşqusuz olacaqdı, amma bu qusuz, şuksuz. Baş tapmıram bu nə olacaqdı? Xuda. Nişgusuz. Cümlə aləm
Xalqının Allahı sən. Xalqının olacaqdı bu. Xalqının Allahı sən. Cümlə aləm xalqının Allahı sən. Bəhr la yarrukun tamamət şahı sən. Yerrün. Bəhr la yarrun tamamət şahı sən. Çünki bir sail qəpunda xeyr aman, nə qəpu cük rədd edər, nə pərdedar. Nə qəpucuk rədd edər, nə pərdedar. Bir sənə bəquz qəni kimdir dəxi. Bir sənə bənzər qəni kimdir dəxi. Sənə bənzər dahi kim var? Bir sağa desək, bir sana bənzər qəni kimdir daxi? Malı çox mülkü o quş kəndü səxi. Malı çox mülkü o quş kəndü səxi. Ərşi, fərşi, abü, badu, ərzi, fələk. Ərş, fərş, ab, bad, ərzi, fələk. Cinnü, heyvan, nəbat, insu, mələk. Görək davamı odur ya başqa bir şeydir. Tağı səhrayir və gök şəmsü qəmər. Tağı səhra yerü gükü şəmsü qəmər. Canlı cansuz rütəb yabüs bəhru bər. Cümlə qulundur. Cümlə qulundur qəmu iqrar edər. Məbud sənsin, səni tikrar edər. Bir qulun tac örünür, giyür, hərir. Bir qulun tac örünür, giyür, hərir. Biri düşmənanə bülməz bir həsir. Bulməz bil həsir. Biri gül suyun bilməz dörtünə. Burada nə yazıbdır? Biri gül suyun bəgənməz dörtü tənə. Birisi bülməz pəlas kim örtənə. Pəlas, palasdır ehtimalən. Palaz həman olacaqdır. Biri altın təxt örüb sədrə geçər. Biri gülxandən sorulmuşdur qətər. Birinin cöhər əl-irlü tazilər heybətindən tar olur keyk yazilər. Bilmirəm ki, rəkik ola bilər, keyk yazilər. Baş tapmadım nədir. Buradan bu üzü qatışır, oxumaq olar, amma da şeirlikdən mənə çıxır. Yəni, bilmirəm ki, harada arası kəsilir, arası yox. Kafiri mümin qılıb, ədl etdügi, zahidi fasıq bülüb, rədd etdügi, bunu nə aqil bülür, nə bitmiz. Beytimiz. Bunu nə aqil bülür, nə beytimiz olmaz. Yəni, çünki aqilin qabağında, məsələn, nə bilim, dəli ola bilər, bir də ayrı bir şeylər nə ola bilər. Bunu nə aqil bülür, nə beytimiz cümlədirlər kim səmi'na ya əziz. Zihi qüdrət, zihi hikmət, zihi kar. Zihi qüdrət, zihi hikmət, zihi kar. Zihi sultan-ı qədim pərverdigar. Əvvəl oldur bi zaman, bi ibtida. Axər odur bi məkan, bi intiha. Quru ağaclar bitirir yaş yemiş. Quru ağaclar bitirir yaş yemiş. Arı bal eylər şəkkər ver gəmiş. Arı bar eylər şəkkər verir gəmiş. Calib söz. Dud qız eylər xəsli xastən biyut.
Dud qız eylər, təşdid qoyub ona görə qızı deyirəm. Dud qız eylər, qızırda ehtimalən qızışdırar. Dud qız eylər xəsəlxasdən, xəsəlxas indi xəzəllərdən bəlkə belə bir şey. Dud qız eylər xəsəlxasdən buyud, evləri qızışdırar hər halda. Xəsuxak desaq məsələn. Xəsilxasdən. Xəsilxasdən, xəsilxas nə deməkdir? Görək bunu yaza bilir. Xəsilxas. Xəsil, əgər mənim yadıma gəlsə, bizdə işlənirdi kətdə. Xəsilxas və məmulən به همین صورت در متن قدیم می آمده. خسالخاص رایج‌تر جاهی هم به شکل خسالخاص معنی برگزیده خاص‌ترین خاصان نخبه mutlaq xavas xavas. Amma burada başqa anlamda gəlir. Dud qız eylər xəsulxasdən. Ehtimalən xəslərin xassından, yəni məsələn deyək ki, xəsuxaş ki deyirlər indi, onun məxsuslarından da, yəni indi nə cür deməkdir? Buyud, pərdədar olur, nəbiyyə ənkəbud. Həzrət Məhəmmədə işarə edir ki, Mədiniyə qaçarkən, bilirsiniz, o da o zaman ki, əziyyət daha həddən aşdı, canına qorxdu Həzrət Məhəmməd, o da Məkkədən Mədiniyə qaçmağa məcbur oldu. Düşmənlər də arxasından gəlincə bir köhülə sığındı. Allahın əmri ilə bir örüncək, əlbəttə dünən oxuduq, bunun bir ayrı adı var idi, amma bir-iki gün öncə, amma o indi yadımda deyil. Çox bir yerdə də yazdım onu, əlbəttə ki, istifadə elərəm, amma indi harada yazmışam, onu da tapmaq özü və hangi gün yazmışam, onu tapmaq özü bir işdir. Həzrət Məhəmməd o köhülə sığınır, köhülə bir örüncək Allah göndərir, onun ağzına tor örülür ki, o törə də dedik, türkçədə nə deyirlər? Ağ. Ağ örür, bunu ağ örəndən sonra hörmaq, örmək, örür ya hörür, ondan sonra o düşmənlər gəlirlər, istəyirlər o baxsınlar, baxırlar, görürlər ki, köhülün ağzında şey var, örüncək toru var. Deyirlər ki, əgər Həzrət Məhəmməd bura geçsəydi, bunun toru olmazdı. Pəs burada deyil, qeydirlər, o içəridə diri qalır hər halda, sonra çıxır, gedir, Mədiniyə yetişir. Ona işarə edir burada. Bir ulu fiili zəbun eylər segəl, sinək. Bir ulu fiili zəbun eylər sinək. Sinək indi ehtimalən bu şeyə deyilir, mığmığıya. Sinək ya sinək də yaza bilirik. Əlbəttə ehtimalən bunu tapmasa səng yazacaq, amma sinəkdir. Getdi, bəli, o dediyimiz kimi səng deyə yazdı bunu. Amma bunu sinək eləsək bəlkə dəyişdirə. Sinək fikir mığmığadır. Hər halda mən burada yazıb məgəs. Bəlkə də odur, sinək. Bir ulu fiili zəbun eylər sinək. Bu da işarədir. Ehtimal verirəm ki, işarədir onların birinə. Ki onu da bir mığmığadır, bir dana o cür üçən bir şeydir, canlıdır, gedir burnundan və öldürür onu. Bir ulu fiili zəbun eylər sinək. Kim onun nə qüvvət var, nə əmək ya əkək. Ənək də ola bilər. Bir qərancadan, qarınca biz qarışqa deyirik Azərbaycanda. Bir qərancadan zəif
zəimtər varəm qul. Bir gərincadən zəiftər varəm qul. Kim Süleyman Zəbun eydərdi ol. Burada da Hazreti Süleyman atı minib gedir yaranları ilə. Bir qarışqa ilə danışır orada. O Quranda onu işarə edir. Taş aqdur sulər həm taş olur. Daş aqdur daşa qeyd daşa ya aqdur daş aqdur sulər həm taş olur. Daş aqdur daşı axıdar. Daşı aqdur sulər həm daş aqdur daşı axıdar su içimi. Daş aqdur sulər həm taş olur. Yaş olur qurulər yaş olur. Cümləsinin hikmətindir ya ilah. Cümlə sənin hikmətindir ya ilah. Sənsin pərdəgündə padişah. Cümlə heyvanat xunundan yer əlik. Xan həman. Xan. Cümlə heyvanat xunundan yer əlik. Əlik yemək. O tələf məsələn. Farsiyə gedib də olubdu mal heyvana çatan çüldən, yəhərdən, zaddan onlara deyirlər əlik. Əgər səhv eləmişəm. Cümlə heyvanat xunundan yer əlik. Taqidə kinlər digərlərdə bəlik. Bilmədim nə deməkdir. Nasu həm vəhşi və əhli canəvər. Dürlü məxluqat. Burada nasu olacaq ya nəsli olacaqdır. Nasu həm vəhşi və əhli canəvər. Dürlü məxluqat ki onun canı var. Göydə uçan quş yer altında havam. Zikrünlə məşğul xassu əvam. Havam hətmən bir canlının adıdır ki yer altında yaşır məsələn. Yarlığa risk bu cümlə aləmi müxtəlif hüsni mələyik adəmi. Müxtəlif hüsni mələyik adəmi. Rəhmətün bir zərrə ansılmaya heç, əskilmaya heç. Rəhmətün bir zərrə əksilmaya yazıbdır. Əksilmaya heç, əfv edə sahibi cəraim həbbə ya cübbə pit. Belə bir şey oxunacaqdır. Tamam, bunun davamı vardı. Bu xətti oxuya bilirəm. Burada bir müşkilə rast gəlirik. Adı xeyri bələd cəhanda çün qalır. Adı xeyri ilə cəhanda çün qalır. 12.000 ənbiya ondan gəlir ola bilər. Anlur da ola bilər. Qan ol İshaq məlahətlü səbih ya sübh. Qan ol İshaq məlahətlü səbih. Qani İsmail həqiqətdür zəbih. Qamu ki sözü vardı, ondan yazıldı. Qamu dedik ki hamısı. Qan o. Qan ol İshaq. Həman o İshaq. Məlahətlü səbih. Qani İsmail. O da o filankəs İsmail həqiqətdür zəbih. Zəbih yəni qurbanlı, kəsilmiş.
Həm bu mənidə çox oldu qaluqil, bəzilər İshaq dedilər, bəllü bil. Bəzilər dedilər İshaqdır, İsmaildir. Bunu deyir ki, üstündə bəhs var. Yaqub idi, yeri adı Kənanun. Yaqub idi yeri adı Kənanun. 12 peyğəmbər o Əlidir onun, oğlidir onun. 12 peyğəmbər oğlidir onun. Onun oğlu 12 idi, o peyğəmbərin. Yəni beləsi dedi. 12 peyğəmbər oğlidir onun. Yusufun məşhurdur, məşhur dəgili işləri. Yusufun məşhur dəgili ya dənli, məşhur dənli işləri qurd yedi, dedi ani qardaşları. Kürən içində ya kürək içində, ehtimalən quyunu istir desin. Kürək içində mah-ı taban idi ol. Xəstə başdan başa sultan idi o. Hüsnə başdan başa gözəllikdə, hüsnə başdan başa sultan idi o. Padişah idi İskəndər həm nəbi, dünyayı tutdu tamamət ey əbi. Padişah idi İskəndər həm padişah idi, həm də nəbi, belə deyir. Pəs məcal bulməz ölümdən hər kəsi, neçə kəz öldürür dilər pəs cərcisi. Neçə kəz öldürdülər pəs cərcisi. Cərcis də bir peyğəmbər dəətmə. Yunisi yutdi balıq min bigəman. Yunisi yutdi balıq. Bir dənə daha şey vardı ki, naqqa balığı ya bir balıq Həzrəti Yunisi utur və o qarnında səfər edir balığıyla bərabər. Yunisi yutdi balıq min bigəman, turdu 40 gün sonra çıxdı şadıman. 40 gün o balığın qarnında qaldı və şey oldu. Əlbəttə bunlar nağıldır da, bəlkə də əlbəttə möcüzə də ola bilər, amma mən biraz inanmaqda zor çəkirəm. Çünki naqqa balığın qarnına dəmir düşsə, dəmir deyəndə saxtıman tikirlər, qalin dəmir, 24 deyirlər, nə deyirlər, indi onları bilmirəm. O, məsələn, əriyər gedər onun meydəsində. O qədər onun əsidi ağırdır. Və qarında da boş yer yoxdur. Yəni, bunda deyək ki, qarında boş yer yoxdur. Bir boş yer ola deyəsiniz ki, yəni insanın və heyvanın içində boş yer yoxdur. Boş yer olsa sınar. Təhcə boş yer ki vardı, ki boş yer deyə bilmərik ona da, ağciyərlərdir ki, hava orada gəlir, gedir. Və o nəfəslə gedəndə o yapışır bir-birinə. Yəni, hər halda insanın, heyvanın heç birisinin qarnında boş yer yoxdur. Əgər boş yer olsa, eşiyin havası onu sıxar və sındırar, o bədən sınar. İçində şey olsa, boş olsa sınar. O dolur, bədənin içi gərək dolu qalar. Gedək o birisi səhifələrdən birindən görək ki, bu xətti ki vardır, kitabın çoxu bu xətti ilə yazılıbdır və şeir şəklində, yəni misrələr o oxuduğumuzun tərsəsinə ki, misrələr bir-birinə yapışıbdır, beytlər bəllidir, harda qurtarır. Bu səhifədən sonra, yəni 13-cü səhifədə orada başlamış. Dürlü məxluqat dilinca sildi, dürlü məxluqat dilinca sildi, insicaninin fərman eylədi. Söylədi olacaqdır, bu da söylədi.
dürlü məxluqat dilinca söylədi. İnsi caninin fərman eylədi. İnsi caninin fərman eylədi. Cün Zəkəriyayı əcəddən bitdilər. Çün Zəkəriyayı ağacdan bitdilər. Zəkəriya peyğəmbəri deyirlər, ağaca bağladılar. Mişar deyərdik qədim, indi ərə deyirlər. Mişar da ərəbcədir əlbəttə. Mişarla onu kəsərdilər. Kəsiblər yəni. Onu deyir. Çün Zəkəriyayı ağacdan bitdilər. Burada gedibdir cadələr nə mənə? Bu diyu qanın içdilər. Ehtimalən cadugər bu diyu qanın cadugər bəlkə. Çünki bunun üstünə zahirən ya cızıblar götürüblər ya da şey siliblər. Mürəkkəb sürtüblər. Ağ mürəkkəb, çəsb sürtüblər. Burada o görsənir. Yəni əlan bu kitabın bura baxanda görürük ki, orada bir nəccarlıq çəsbi tökülüb məsələn deyək. Belə ya da ki qazılıbdır o orada. Hər halda o kəlmə cadu nədir? Orası bu diyu qanın içdilər. Yəhya lalü gəldi ondan bir səbi. Yəhya lalü gəldi ondan bir səbi. Yəcri lənəhu la ilahə. Oxuya bilmədim. Bu xətti oxumağa zaman istər. Doğrusunu desək, nəinki oxuya bilmərəm, amma oxuyaram ya zaman istər. Heç olmasa bir 5-10 səhvə bunu gücənmək istər ki, bu kitabı oxuyaq. Bu kitabı beləsi ilə bu qədər qoyaq qalsın. Bir gedim bir ayrı səhifədən də görüm oxuya bilirəm. 165-ci səhifədə Əl-Fəsli Dər Hilmi Qovsu Qəzəh. Dər Hilmi yazıb, ehtimalən ola elm. Dər Hilmi Qovsu Qəzəh Əl-Fəslu Samin 8-ci bəs. Əl-Lümü İstimal Məşriqdin Yana. Əl-Lümü İstimali Məşriqdin yana. Yox, oxuya bilmədim. Sana ola bilər. Padişahlərdə fitən həm intiqam. Yox, oxuya bilmədim. Bu qalsın, bu şeydir. İkinci kitaba geçək. Bu kitabı da yenə kiçildək ki, görək nə cür yazıb. Bundan izafi kiçilmir, ona görə də səhviyyə yerləşmir. Bu cildin ya eşiyidir, ya içərisidir. Mənə gəlir ki, kitabı açıblar, içərisi, cildi açıblar. İçərisində 2 səhifəni görürük ki, tavusun quyruğu tühdə, quyruq deyirəm, mən quyruq bəlkə olmadı. Leləkləri desək daha yaxşı. Leləkləri ki, daldan açılır. O vəziyyətdə bir nəqqaşi suyun üzündə çəkmə nəqqaşidir ki, kağaza keçibdir Osmanlı dövrəsində. İkinci səhifədə kitabı tazaşdan açıblar. Bəli, o cürdür. Yəni, indi bu səhifənin arxasından görürəm ki, kitabın cildi qırmızıdır, eşiyi, göndür. Kitabın cildinin içinə, həm o başda, həm bu başda bu kağazdan ki, gördük onu yapışdılar. İkinci səhifəni açanda, indi yəni cildidən sonra olur cildin özü. Tamam. Bunlar boşdur. Burada İstanbul Üniversitesinin möhrünü görürük. Və bir də üstə Əhməd Muhammed dinədir. Belə bir möhrü görürük ki, kitab sahibinə gedə bilər. Və Risali fi Bəyani Ricali Nəmənə Əmir Nəf'əna Allahu Risalətun fi Bəyani Rical Allahu Nəfə'ənəllahu bir külltəhum belə bir şeydir. Bərəkatuhum, bi bərəkatuhum. Risalətun fi bəyani rical Allahu nəfə'ənəllahu. Aha, ricalullah, tamam.
Risaletun fi beyani ricalullah nefa'enallahu bi berekatihim. Tamam oldu. Düz oldu indi. Bismillahirrahmanirrahim və bihi nəstəinlə başlayır. Kitabın o başda o iki dana ki oxuduq. Həm kitabın adın, həm Bismillah hərəsi bir çərçivənin içindədir. Kitabın yazısının dövrəsi də küllən qırmızı xətt ilə çərçivədir. Çox sadə bir qırmızı xətt ilə xəttkeşlə xəttkeşləyiblər. Kitabın yazısı, sətirlər bir-birinə çox yaxındır. Kəlmələr bir-birinin qarnına giriblər, amma oxumalıdır. Yəni oxumaq olar. Əl yazıdır və çox cəlibdir. Bu birisi səhifədə də baxırıq, görürük ki, qıraqda da bir ayrı xəttlərlə yazılar yazılıbdır. Məsələn, bu Həzrəti Sultan Ənbiyaya sallallahu aleyhi və səlləm deyə bunu şey yazıbdır. Burada bir cümlə yazmışmış. Onu yenə oxuyanda bunu deyərəm. Onu silibdir. Doğrusunu burada yazıbdır. Xətti fərqlidir. Yəni bu xətt ilə ki kitabı yazıb onu yazmayıbdır. Amma bir nəfər oturub onu islah eləyibdir ki, və qabağında səhih yazıb ki, yəni düzü budur. Orada qələt yazmışmış. Burada da aşağıda bir şey yazıbdır. Aynı bu xəttdən ola bilər. Amma gedək görək. O birisi səhifələrə baxırıq. Burada da qıraqlarında yenə. Bu birinci mənə belə gəlir. Yəni bu 3 səhifəyə ki baxdım buracan 1 2 3 3 səhifəyə ki baxıram, nəzərimə gəlir ki, bu ya nüsxə yazan çox pıntıdır, ya da birinci yazıdır. Yəni birinci yazı nə deyərək? Yəni yazarın öz yazısı. Çünki hey qələt olubdur, hey onu düzəldibdir. Üstünə xətt çəkibdir, qıraqda onun düzün yazıbdır. Bu da bunu göstərir, bu kitab birincidir. Ya da ki, nüsxəçi çox diqqətsiz imiş və hey onu düzəldirmiş. Bu da ola bilər, amma bunun ən əslisi budur. Burada görürük ki, qırmızı kəlmələrlə, qırmızı rənglə bəzi kəlmələr yazıbdır. Bəzi kəlmələrin də başı üstündə xətt çəkibdir. Qırmızı xəttinə buracan bunlar görürsənir. Bəzi ayələri yazanda ərəbcə görürük ki, onların başı üstündə qırmızı xətt çəkibdir ayənin. Hə belə fərqi də budur ki, ərəbcə yazılan kəlmələrin, yəni ayələrin səslərin, e'rablarını da qoyubdur. Yenə də burada bir qıraqda bir yazı yazıbdır, amma nədir? Ayrı xəttinə yazılıbdır. Yəni bu xəttinə yazılmıyor, fərqli xəttinə. Elə bir nəfər kitabı yazıbdır, bir nəfər də bunu baxıbdır, görüm ki, düz yazıb ya yox. O düz yazmayan yerlərin üstünə xətt çəkibdir, belə görünür. Bu 8-ci səhifənin bir tərəfi qırmızı xətt çəkilibdir, bir tərəfi qırmızı xətt çəkilib, üstündən qara xətt çəkilibdir. İkisi bir olubdur. Qırmızı yazılıb, üstündən də qara yazılıbdır. Bir fərqli rəng çıxır ortaya da. Bilirsiniz, qara ilə qırmızı bir-birinin üstündə düşəndə biraz fərqli. Nə qaradır, nə qırmızıdır. Yenə də elə o cürsə davam edir dediyimiz şəkildə. Burada kağızın rəngi biraz ağarır və sonra qərəlir. Çox da şey yoxdur. Kitaba su gəlibdir. Çox hesabi su gəlibdir. Yəni buradan diqqət eləmirdim, amma burada görürəm ki, 2 dəfə ya 3 dəfə hətta buna su gəlmiş ola bilər. Kitab hesabi su çəkibdir. Bununla belə də çox qırışmayıb kitab. Və bunu nə cür də qurudublar ki, rəngi də çox getməyib. Aradan bir-birlərinə pis təsir qoymayıbdır. 16-cı səhifədə kitab zahirən birinci bölüm qurtarır. Qeydib baxanda bunu görürük ki, nədir? 17-ci səhifə boşdur, kitab qurtardı. 20 səhifəlik bir kitab imiş. Yəni 40 səhifəlik bir kitabdır. Hər səhifədə 2 dənə. Burada cildi görürük. Cildi iki tərəfli açıbdır beləsi. Gözəl bir cildidir. Dövrəsi təzhib olubdur. Bunun adını bildik. Dünənləri təzhib deyə desək, amma basmadır. Yəni məsələn deyək ki, pres olubdur. Basmadır. Ortası da kitabın hər iki tərəfdə aynı. Cildin hər iki tərəfində aynı nəqşələr həm qıraqlarda, həm ortada işlənibdir. Presdir. Hamısı pres ya basmadır. Qeydaq kitabın əvvəlindən görək ki, nə var? Bu kitabın əvvəlində İstanbul dedik Universitetəsindədir. Gedək kitabın adına əvvəl. Bu birinci kitabı götürmüşdük. Bu ikinci kitaba gələk indi. Ad nədir? Risaletun fi beyani ricalullah. Risaletun fi beyani ricalullah. Amma türkcədir. Türkcə yazılmışı burada yazdıq ki,
İndi görək ki, bundan nə bizə verəcəkdir. Bismillahirrahmanirrahim və bihi nəstəin. Elhamdülillahi Rabbil alemin və səlatu və selamu alə seyyidina Muhammedin və alihi və sahabihi əcməin. Əmma bə'd. Bir sətir yarım yazandan sonra əmma bə'di yazdı. Yəni ki, bunu geçdik, sözün qalanı, sözümüzə geçək. Əshab-ı hal və ərbabi məqalidən bir əziz ricalullahın i'dadi və ənva və awsafi nə miqdar olduğun qutbil arifin və zuxəril vasilin və üsvetül kamilin və ümdetül alimin Əş-Şeyx Muhyiddin Ərəbi Qəddasallah bi sirrihil aziz həzrətlərinin təlifi cəliliyyə və təsnifi səniyyələri Futuhat-ı Məkki nam kitab müstədabidən istinbat və yekan istixrac eyləmiş. Aha, indi görürsünüz ki, nə dedi? Deyir ki, bir kitabı Allah rəhmət eləsin Şeyx Muhyiddin Ərəbiyə, deyir ki, onun bir kitabı var, adı Məkkiyə, Futuhat-ı Məkkiyə. Deyir, o Futuhat-ı Məkkiyənin içindən bir dana arif adamın, Allah adamının, Carullah, Ricalullah, Allah adamlarının sifətləri nə olar, nə cür olar, onun haqqında bir yazısı var. Deyir ki, onu götürdüm, istinbat, ondan istinbat elədim. İstinbat bizdə budur ki, yəni mən anladıqlarımı, amma görək burada nə, o anlamda deyil, istinbat. İstinbat nəbətə eləməkdandır, yəni göyərtdim. Nəticəgiri də vəsəncidə birun keşidən məna ya hükm az dili mətn. Gördünüz ki, bu o şeydir ki, mən onu demişdim, onu dedi, amma bu o deyil. Bu deyir ki, istinbat, nam-ı kitab müstətabindən istinbat. Yəni düşündüklərimi yazıram, amma deyir yox. Və yekan bir istixrac eyləmiş. Onları çıxartdım. Yəni axtarıb kitabın başından, bu başından, o başından oxuyubdur. Onu yekan bir istixrac eyləmiş. Amma əsli kibi lisan-ı ərəbi olmayan, amma əsli kimi ki lisan-ı ərəbidədir, ərəbi dilindədir, o cür deyil. Yəni türkcə yazdım. Olmayan mütərcim həqir ilə, mütərcim, yəni mən özü ki bunu mütərcim olubdu, olmayan mütərcimi həqir ilə həmpayə və fazil və müarifdə kəmmayə olanlar müstəfid olmadıqlarına binaən lisan-ı türkiyyə. Amma əsli kimi lisan-ı ərəbi olmağın mütərcim həqir, olmağın mütərcim, yəni olmadığı üçün tərcümə elədim. Həqir ilə həmpayə və fazil və müarifdə kəmmayə. Mənətay, həqir ilə, yəni mənətay, həmpayə, mənətay və fəzail və müarifdə kəmmayə. Mənətay, yəni mənim özümə tay, insafəli hidayət et ki, fəzaildə və məarifdə mayası yoxdur, çox zəifdir. Olanlara müstəfid olmadıqlarına, ondan fayda almadıqlarına görə insanlar ki, ərəbcə yazılıbdır, mütərcim həqir, yəni mən özüm də deyir, mənə tayları da ondan müstəfid olanmırlar. Müstəfid yəni fayda alanmırlar. Binaən buna görə, lisan-ı türkiyyə tərcümə və talibinə fəhmi asan və nəf'i raycan olmaq üçün təhririnə şuru olundu. Onu yazmasına təhrir azadlıq deməkdir. Təhrir meydanı, azadlıq meydanı. Amma o zaman ki biz bir düşüncəni kitaba yazırıq, onu azad edirik. Beynimizdə qalan düşüncəni nə edirik? Kitaba gətirəndə onu azad edirik. Çünki burada zindanda idi, kitaba yazdıq, çox adam düşünəcək. Buna deyirlər düşüncə azadlığı. Çox gözəl kəlmə işləridir. Təhririnə şuru olundu və minəllahi tövfiq. İmdi. O bə'dinin yerində imdi. Orada ki, amma bə'di burada da deyir ki, imdi. Məlum ola ki, təriq-i haqq və lütf-i ilahiyyə müvəffəq olan ərbab-ı kəşf və şuhud və səzavar təcəlliyat və arif-i həqaiq olan kamil vücud və vasil məqsud əkabir uliya bir qat qism üzərədirlər.
Bu cür bir insanlar bir neçə qaç, yəni kaç. İndi Türkiyədə kaç işlənir, qaç. Qaç elə Farsiyə də gedibdi da, olubdu dilim. Biz dilim deyirik əslində. İndi Farsiyə olubdu qaç. Məsələn deyir ki, hindvanı çənd qal kəsdi məsələn. Ya məsələn küre zəmini 300 neçə qaça bölüblər. Belə bir sözlər orada getir. Həman burada o qaç anlamına gəlir. Neçədən neçə olur qaç. Bəzisi, bəzi o əkabiri, awliya, Allahın adamları, bəzisi cəmi halat və cümle-i məqamatı cami və nuri əsrar bəsirətlərində lame olur. Lame yəni işıqlanır, yanır. Lame, bizdə də lampa deyərdilər, lampa. İşıq çıraq verən işıqlara lampa deyərdilər. Burada da lame oradan gəlir. Lampa, yəni işıq verən vəsilə, lame də yəni işıq verən. Və bəziləri Cənab-ı Feyyaz-ı mütləqdən nəsibləri miqdari halati, məratib və məqamat hasil qılırlar. Və bəzilərinin ədəd-i müəyyəni olur. Və bəzilərinin ədəd-i müəyyəni olmayıb, gah gəlir və gahi kəsir olurlar. Aşağı yuxarı daim hərəkətdədir bunların ki. Və məratib-i rizalın hər mərtəbəsinin ismi, girami və namiləri vardır. Burada o sütuna ki, dövrəsinə ki, xətt çarçıvə çəkiblər yazını orada, yəni əvvəl yazı yazılıbdır. Bu xətt şey olmadığı üçün, cümlə qutarmadığı üçün onu əlbəttə bir ayrı xəttinə və qələmin də biraz azca fərqli olaraq onu yazıbdır, amma eyni xəttidir, yəni çox da fərqi yoxdur. Oradan çıxıb eşiyə, xətti çarçıvəni çəkəndə orada bir boşluq qoyublar, o gəlsin, amma gahi yarıbdır xətti geçib üstə. Bu kəlmənin neçə yerdə qabın sınıb kəlməsi eşiyə çıxmağı görürük. İndi bu hünərə geçibdir. İndi İranda və dünyada çarçıvə sına eşiyinə geçə, içəridən bir şey eşiyə geçə, o hünərə geçibdir. Əlbəttə dedik bunu, bəzi miniatürlarda da bunu gördük. Kitablarda ki, miniatür vardı, onlarda da gördük ki, çarçıvədən sınıb eşiyə gedib. Məsələn, ağac, onu gördük. Və sahibi mərtəbənin dəxi nam-ı şərifləri vardır. İndi ədəd-i müəyyənə əshabi kimlərdir? Və mərtəbələri nədir? Və kəzalikə habelə, kəzalikə ərəbcə, habelə türkcə. Və kəzalikə qeyri müəyyən ərbabi kimlərdir? Hər birinin mərtəbəsin və ismilərin və halati məlumələrin bəyan və Şeyx Muhyiddin Ərəbi Quddesallah Qəddəsə Sirruhul Əziz Həzrətləri əyan buyurduqları üzərə biz dəxi bəyana şuru edəlim. Əl-Əktab, birincisi Əl-Əktabdır. Əl-Əktab nə deməkdir? Görək şimdi. Cəmi qutbudur. Əvvəldə bunu bilək ki, Əktab cəmi qutbudur. Qutbuda deyək ki, yerin iki qutbu var ki, onun üzərinə fırlanır, elə ki, onun dövrəsinə fırlanır. Hər şeyin iki qutbu ola bilər. Məsələn, deyək ki, insanın bir başı var, bir də ayaqları da. Bunlar məsələn iki qutbu ola bilər. Bir üstədir, bir aşağıyadır. Qutb belə bir şeydir. Əktab cəmi qutbudur. Qutbuların bütünlüyü. Əl-Əktab qutb olan sahibi səadəti cəmi əhval və məqamat və əsrari təcəlliyat və ənfar müşahidati cami olur. Buradan bu üzəni bir sətri kamilən silibdir. Üstünə xət çəkib. Mən oxuyayım, sonra bunun düzünü də deyək. Ya isalətən həqiqətən Mühəmmədiyyə kimi sallallahu teala aleyhi və səlləm. Tamam. Buradan yazdım, üstünə xət çəkdi. Yəni bu deyil. Deyir ki, bunu iştibah yazmışam ya hər nədən dolayı səhihi nədir? Həzrəti Sultan-ı Ənbiyyə sallallahu aleyhi və səlləm beləsi deyir. Cami olur. Həzrəti Sultan-ı Ənbiyyə sallallahu aleyhi və səlləm
xalife-i dünyaya təriqi üzərə xəlifə dünyaya xəlifə və niyabətən təriqi üzrə ki, yəni Həzrəti Peyğəmbər beləsi deyir, Həzrəti Sultan Ənbiyaya xəlifətən və niyabətən, xəlifə və niyabətən təriqi üzrə ki, ana Qovs dərlər. Adı Qovsudur bu mərhələnin. Hər zaman bir kimsənə olur, hər zaman bir kimsənə olur. Qovs hərdən biri tapılar. Yəni hər zaman bir nəfər olar, iki nəfər olmaz. Bir kimsənə olur. Bu dəxi iki qismidir. Qovs sözü iki qismidir. Bir qism oldur ki, kəndü də həm zahir hökmü, həm batin hökmü cəm olur. Birində deyir ki, bu adamda həm hökm zahirisi var, yəni dünya üzərində hökm fərman verə bilir, həm də iç zahiri, batini hökmü var. Nə deməkdir bilmirəm, amma mən belə çıxdım bundan. Həm zahiri hökmü, həm batini hökmü cəm olur. İkisi də var yəni bu adamda. Həzərati Əbu Bəkr və Ömər və Osman və Əli və Həsən və Hüseyn və sairi xuləfa gibi. Deyir, bunlar həm hökmlər var, mən də misalım vurdum. Həm bu dünyada insanlara hökm verə bilirlər, həm də içlərinə ya insanların içlərinə hökm eləyə bilirlər. Həm eşikdə qorxudan hökmə qulaq asırlar, həm də vaqəən inanlıqlarına görə onlardan hökm atırlar ki, adın gətirdi. Bunlar deyir ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin xəlifə və niyabət edəndilər. Ki, bunlara dedi nə mənə? Qovsdur bunların adları. Rəziyullah əleyhim əcməin və bir qismi də ikinci qismə keçir. Oldur ki, zahiri hökmü olmayıb, batin hökmü olur. Bunların da zahirdə insanlara əmir verəmmirlər. Amma insanlar bunlara inanırlar. Bunların içəridən bunlara etiqadlar var. Deyir ki, Əba Yezid Bəstami, məsələn, Əba Yezid Bəstami gibi və dəxi sairi qutb olan Əizzə gibi və əksəriyyə qutb olənlərin hökm zahiriyyəsi olmaz. Əksəriyyətən qutb olanların hökm zahirisi olmaz. Lakin hökm batini kəmal üzərə olur. Qəddəsallah əsrarəhum. Bu birincisi getdi. Qutbul Əqtabı dedi ki, Qovs olurlar, Qovslar da iki cürədir, dedi. İndi üçüncüsü Əimmə, Əl-Əimmə. Hər vaxt və zaman və hər əsru avanda, avan cəmi andır. Hər vaxt və zaman və hər əsru avanda imam iki kimsənə olur. İki dana, hər zaman iki dana imam olar. İki dana. İmaman onlara imaman dərlər. Sözləri imamdırlar. Cəm gətirir. İki imam. İmaman ərəbdə təsniyə deyə yazılır. İmam, imaman, imamun. İmaman dərlər. Birinin ismi şərifi Əbdürrəbdür. Və birinin nami menifi Əbdülməlikdir. Birinci Əbdülrəbdir, birinci Əbdülməlik. Və burada bir dana yenə xət yazıbdır. Üstünə bir sətir yarım yazıbdır, üstünə xət çəkibdir. Mən oxuyuram, sonra düzün də oxuyaq. Və Əbdullah qalə hala Əbdülməlikdir və Əbdullah qaləllahu Teala və istə burada Əbdullah yazıb bir də, yəni ya Əbdülməlikdir və Əbdullahdır. Yəni ya Əbdülməlikdir ya Əbdullahdır. Qaləllahu Teala bunun adı üçün. Və lima qamə Əbdullah. Belə bir şey yazıbdır. Deyir ki, və lima qamə Əbdullah, yəni Məhəmməd sallallahu aleyhi və səlləm. Bunun üstünə xət çəkib, buradan oxuduğumuzun gedib qıraqda məlum olacaq. İsmi təyin olanlar, dövlətlilərin əsli ismləri halət və dəlalətlərindən ilə olmaq şərt deyildir. Bəyan olunan məqam və mərtəbəyə vusuləndə bu ismlə müsəmma olurlar.
əvvəl isimləri nə olursa olsun. Deyir ki, əvvəl özlərinin bir adları hər nə olur olsun, amma bu məqama yetişəndə bu adı daşırlar. Yəni, məsələn, olarlar, nə mənə, Əbdülrəbb, məsələn, deyək adı, məsələn, deyək Həsəndir. Deyir, elə ki, bu şeyə yetişdi, bu məqama yetişdi, onun adına Əbdülrəbb deyərlər, ya da Əbdülməlik deyərlər. İndi bu sətri ki, gördük, buradan bu yüzden şey eləyək, oranı silibdir, oranı görməyək. Deyir ki, və bunların birinin nəzəri aləmi mələkutə və birinin nəzəri aləmi mülkədir. Biri aləmi mələkutə, göylərə, ruhlara, mənəviyyata, birinci də mülkədir. Mülk də yəni yer üzündə. Üçüncüsü, bəs bu kim idi? Oldu əimmə. İndi getdik Əl-Ovtad. Ovtadlar kimdir? Bunlar 4 nəfərdir. Bunlar hər zaman 4 nəfər olar. Hər zaman da ziyadə və nüqsan olmaz. Hər zaman 4 nəfər olar. Az da olmaz, çox da olmaz. 4-dən çox olmaz yer üzündə deyir. Zira bunların biri canibi məşriqdə və biri canibi və biri də səmt-i məğribdə və biri cünub və biri şimal tərəfinə mütəsərriflərdir. Birisi canibi məşriqdə anun, indi burada bir şey yazıbdır, qırmızı ilə də yazıbdır, amma oxuya bilmirəm desəm inanın. Birisi canibi məşriqdə anun, məsələn, ləmnəsədir, ləmnəşədir, belə bir şeydir. Biri məğribdə ol mərd-i xudanın, biri ca eyləmiş suy şimal. Şeirdir buradan burası. Birisi canib məşriqdə anun, biri məğribdə olur mərd-i xudanın, biri ca eyləmiş suy şimali, biri tutmuş cünubi anilə hali. Tamam. O üstdə ki bir şey yazılıbdır, ehtimalən nəsridir, ləmənsidir, başlabadım, nə deməkdir, onu bilmədim. Təqsimi Məkkə-i Mükərrəmədən vəc ərzi 4 bəxş edib. Deyir, bunlar nə cür şərqi və qərbi bilərlər, cünub şimalı bilərlər. Deyir ki, bunlar Məkkə bölünər 4 yerə. Məkkədən 4 yerə bölünər. Təqsimi Məkkə-i Mükərrəmədən vəc ərzi 4 bəxş edib, otadun, hər biri bir bəxşi təsərrüf eyləmişlər biiznillah Teala. Məkkəni 4 yerə bölüblər, bir əlavə qoyublar. Üst tərəflər şimaldır, aşağı tərəflər cünubdur, sağ tərəf gün batan, sol tərəfdə deyək ki, sağ tərəf indi necə baxıram mən. Üzüm günəyə tərəf olsa, sağ tərəfi olar. Günəyə tərəf olanda sağ tərəfim olar gün batan, sol tərəfim olar gün çıxan. Məşriq, məğrib. İndi onda başımın, yəni arxamın dalısı olar şimal, ayağımın tərəfi olar cünub. Beləsi baxaq. Elə bir yerə yatmışıq, yerə yatsaq daxil şey olar. Ayağımız cünuba tərəf olsa, başımız şimala tərəf olsa, sağ tərəfimiz gün batan, sol tərəfimiz gün çıxan olar. Məkkəni beləsi bölür deyir. Təqsimi Məkkə-i Mükərrəmədən vəc ərzi 4 bəxş edib, otadın hər biri bir bəxşi təsərrüf eyləmişlər biiznillah Teala. Xəllaq cəhan afərin. Xəllaq yəni çox xəlq eləyən. Xəllaq cəhan afərin həlli şahani nəzm-i kərimində ya cəll. Afərin cəlli şahani cəll. Cəlli şani. Cəlli şani nəzm-i kərimində muhad ismi ilə zikr eylədi. Deyir, orada muhad kəlməsini işlədibdir Allah. Bunlara işarətdir. Muhad kəlməsi ki işlənibdir, deyir o, Qur'ana işarə edilir. Deyir, Qur'anda muhad kəlməsi işlənibdir. Bu, qoyacaq ki, bu kəlməni tapa bildik, çünki muhad sözü Qur'anda hansı surədə və hansı ayələrdə gəlmişdir deyə soruşaq, görək ki, muhad sözünü tapa bilir.
Əcəb bu hələ fikirləşir ki, bu muhadı tapa bilsin Qurandan, tapdı. واژه محاد در قرآن چند بار آمده و در دو معنای متفاوت به دیگر رفته. فهرست دقیقش این است: محاد، بستر، جای آرام، اغلب درباره جهنم با تعبیر نکوهش. Sure Ali İmran 13-cü ayədə və bi'səl mihad. Sure İbrahim ayə 29 cəhənnəmə yəslunəha və bi'səl mihad. Mihad ayat. Mihad cəhvarə. Bu anlamdadır. Bu o anlamda işlənibdir. Əlləzi cəalə ləkumul ərzə mihadən. Bəli, burada odur. Əlləzi cəalə ləkum Sure-i Tahid o 53-cü ayə. Sure-i Zuxruf 10-cu ayədə Əlləzi cəalə ləkumul ərzə mihadən cenədə. Sure-i Nəbə ayə 6-da 6-cı ayədə Ələm nec'aləl ərzə mihadən. Burada da onu deyir. İndi deyir ki, cəmbəndi 5 dəfə Quranda gəlibdir. 3-ü yer haqqında, 2-si cəhənnəm haqqında. Pəs burada o mihad dedikləri ələm nec'alul ərzə mihadən. Burada oymuş. Qırmızı rənginlə yazıbdır. Mən heç diqqət eləməmişdim. Ayəni qoyubdur. Ələm nec'alul ərzə mihadən. Aya yeri cəhvarə nənni qoymadıq sizin üçün. Və vətəd lüğətdə mix mənası nədir? Deyir ki, bu lüğətdə, əlbəttə burada vətəd yazıb, amma bilmirəm nə deməkdir. Vətəd lüğətdə mix mənası nədir? Oliya, indi mismar deyirik biz Azərbaycanda, bilmirəm, Türkiyədə nə deyirlər? Oliyayı məzkur alimin mixləridirlər. O 4 dana aləmin mixlarıdırlar. Ki, dünya bunlarla sükun yaftə və qərar giriftədir. Haqqı subhanəhu və teala bunların məqam alilərinə irşad və həvayət ərbəələrin və cəvanib ərbəələrin iblis əleyhima yəstəhiqqul lənə yol bulmaqdan hifz eyləmişdir. Qur'an-ı Əzimüşşənidə varid olan Qur'an-ı Əzimüşşəndə varid olan quluhu Teala sümmə ləəttibənnəhum min beyn əydihim və min xəlfihim və ən eymanihim və ən şəmailihim. İndi burada dedi ki, yəni Allahı sağdan, soldan, üstdən, aşağıdan bunları dedi. Əl-ayə, yəni iblis Adəmə qusti Adəmə qusti 4 tərəfdən bulur. Etmənən fürsəti, yəni əl-ayə, yəni iblis Adəmə fürsəti 4 tərəfdən bulur. Bunlar canibi ərbəəyi hifzi edərlər. İblis ləin cənabi xudayi la yezalun məqbul qullərinə heç bir tərəfdən yol buləməz və ehyanən avtad taifi nisadən dəxi olur. Ehyanədir, mümkündür ki, xanımlardan da avtad olsun. Dəxi olur, dərlər. Amma əksər və əğləb ricalidəndir. İsimləri Əbdülhəy, birinin adı ismi Əbdülhəydir, Əbdüləlim, Əbdülqadir və Əbdülmürid. Bunlara da belə ad veriblər. Der Əbdülmüriddür. Qəddəsallah əsrarəhum əl-əbdal. Ondan sonra əbdala geçir. Bu kim idi bunlar? Bunlar avtad idi oldular, hə? Əimmə, ondan sonra geçdik. Məhad. Əl-əbdal. Hər zamanda əbdal 7 nəfərdən ziyadə olmaz və nüqsan dəxi olmaz. Hər zaman, yəni indi diqqət buyurun, əvvəldə bir dana var idi, sonra 2 dana oldu, sonra 4 dana oldu, indi getdi 7 dana oldu. Birinci ədəd, Allah da var, İslamda müqəddəsdir, şeydir.
2 dana var idi. Neydi? Dedik ki 2 danası vardı. O nədir? Əimmə dedi əlbəttə. Əimmədir. Ondan sonra tamam. Otad o filan gəldi. Əbdal hər zamanda 7 nəfərdir. Ədədə 7 də İslamda yəni görünür ki, calib o ədədlərdəndir ki, mühümdür. Əbdal hər zamanda 7 nəfərdən ziyadə olmaz, nuqsan dəxi olmaz. Zira Haqqı Cəllə və Əla bunların hər birinə bir iqlimin təsərrüfün eta etmişdir. Əvvəlkisi Həzrəti İbrahim əleyhissalam qədəmindədir. O İbrahim Həzrətləri ki, deyək Orşəlim deyirlər indi orada. Orada. Beytül Müqəddəsdə. Həzrəti İbrahim əleyhissalam qədəmindədir. İqlim-i əvvəllə mütəsərrifdir. İsmi Əbdülhəyyidir. İkinci Həzrəti Musa əleyhissalamın qədəmindədir. İqlim-i saniyə mütəsərrifdir. İsmi Əbdüləlimdir. Üçüncü Həzrəti Harun əleyhissalam qədəmindədir. Qədəmində iqlim-i salisə mütəsərrifdir. İsmi Əbdülqadirdir. Dördüncü Həzrəti İdris əleyhissalam qədəmində iqlim-i rabiə mütəsərrifdir. İsmi Əbdülmüriddir. Bu 4 dövlətməndin nami mübarəkləri Otad ismilərinə muvafiqdir. Otadların deyir adları 4 dənə idi dedi. Bu da deyir onlarla birdir. 5-ci Həzrəti Yusuf əleyhissalam qədəmində iqlim-i xamisəyə mütəsərrifdir. İsmi Əbdüşşəkurdur. 6-cı Həzrəti İsa əleyhissalamın qədəmində iqlim-i sadisə mütəsərrifdir. İsmi Əbdüssəmi'dir. Səmi yəni eşidici. 7-ci Həzrəti Adəm Səfiyullah qədəmində iqlim-i sabiə mütəsərrifdir. İsmi Əbdülbəsirdir. Gözətçi ya gözü görən. Eşidən, o üzdə eşidici üstdəki səmi. Və bunların kəvakibi səb'ədə olan xəvas və əsrarə və tədbir əşyada olan halat və əhkamə müttəli və cəmi umurilərinə vaqifdürlər və hər birinə və əmrillahi teala bir kövkəb müsəxxərdir. Kövkəb göydə hərəkət eləyən, amma işıq verməyən şeylərə deyirlər. Və bunlara Əbdal ismin səbəbi təsmiyəsi budur ki, bunların birisinin qeyri yerdə məsləhəti vaqi olub getmək murad etdikdə aləm ərvahidən kəndi surət və heyətində bir şəxsi kəndiyə bədəl qaim məqam edib gedər. Ol yerinə qoduğu şəxs şul mərtəbə kəndiyə müşabihdir ki, bir vəc ilə təşxis olunməz. Bu mərtəbəyə qadir olana əbdal deyərlər. Bədal, əbdal deyişilən, yerinə canişin gələn, amma özünə bənzəyən. Əbdal deyərlər. Bəzilər rəcəbiyyunə və bəzilər nəqbayə. Yəni, belə ad deyiblər bunlara. Əbdal deyərlər, bəzilər rəcəbiyyunə, yəni rəcəbiyyunə və bəzilər nəqbayə dəxi əbdal demişlərdir. Rəcəbiyyunə əbdal dinlərin qətində rəcəbiyyunə əbdal dinlərin həman dinlərin, yəni deyənlərin qətində əbdal 40 nəfs olur. Əbdal 40 nəfəs olur. Vəl-mər taifəyi və olar. Taifəyi nisvanidən dəxi əbdal olur derlər. Və nüqbaya əbdal deyənlərin qətlərində əbdal 12'dir derlər. Və rəcəbiyyun ilə nüqbanın əhvalləri gəlsə gərəkdir. Qəddesallah əsrarəhum qutardı. Tamam, burada da
şeylerden danışır bu kitap. Calibdir konusu. Mən gedim bu kitabın 10-cu səhifəsindən də bir səhifə oxuyayım, görüm ki olur 20-ci səhifədə. Yəni biz gəldik 20-ci səhifəyə. Biraz diqqət sürətlə oxusam mən bu kitabı məsələn o qədər gözəl yazılıbdır ki, əl yazması. Bəlkə bir az zamanda oxuyaram. Yəni bəlkə 1 saatda, 1 saat yarımda bu kitabı oxuyub qutara bilərəm. İndi 18-ci, yəni kitabın özündə 18-ci səhifə, amma PDF-də 20-ci görünən səhifəni oxuram. Hər nəfəsdə olan mi'racın mənası bu ola ki, bir an Həzrəti İzzətdən qafil olmamaqdır. Və əhli təriqdən bəzilər şöyle təhsil və təhqiq eyləmişlər ki, əbdal bu zikr olunan 7 nəfər əizzə olə nətəkim bəzilər rəcəbiyyunə əbdal demişlər və dəxi 11 nəfs vardır ki, onlara ricalu təhiyyətül əsfəl derler. Bunlar nefs-i rəhmanə mütəalliq olmuşlardır. Ondan xaric nefs bilmezler. Bunların qədası və həyati nefs-i rəhmanlədir. Və dəxi 3 nəfs vardır Haqqı Teala Həzretindən istimdad edib xəlqə mədəd erişdirərlər. Lütf ilə və ləyyin təb'i ilə. Lütf ilə və ləyyin. Ləyyin yəni yumuşaq. Yumuşaq təb'i ilə, yəni yumuşaq əxlaqla. Və dəxi 3 nəfs vardır Haqqı Teala Həzretindən istimdad edib xəlqə mədəd erişdirərlər. Lütf ilə və ləyyin təb'i ilə. Ünf vəhdət, ünf yəni zor. Ünf vəhdət və qəhr şiddət ilə deyil. Ünf vəhdət, ünf yəni zor, vəhdət yəni birlik, yəni tək canına. Və qəhr güc, şiddət zorbalıq ilə deyil. Xəlqə ifadə etməci şoğl edinirlər. Bunlar milləti düşündürmək, ifadə etməyi, yəni milləti düşündürməyi özlərinə şoğl edinirlər, özlərinə iş seçirlər, iş olaraq seçirlər. Və xəlqidən istifadə dəxi edərlər. Əlhasil, daima haqdan ehsan alıb, xəlqə verməyi kəndilərə umuri mühimmə bilmişlərdir. Haqqı Cəllə və Əla bunları ümməti Muhammed sallallahu aleyhi və səlləmin məsalihləri husulə qərin olmaq üçün xəlq eyləmişdir. Ol əcəldən bunlar dəxi müttəsil səy və himmət və sərfi diqqət edib, müsəlmanların dərgahı Xudayi layezalidə olan hacatlərin rəva qılırlar. Bunların sifətləri bu vəci üzərədir ki, qəçan xəlqə isal nəf etmək murad edinsələr, kəndülərin ol mərtəbəyi mütəvazi və izhar təzəllül edərlər ki, görən zənn edər ki, xəlqdən istimta və cəlbi nəf edərlər. Bunlar isə xəlqi kəsbi nəf eyləsinlər diyor. Məqami ricadə dərgahi bağlandı. Təəssüflə videomuz burada bağlandı. Ben de burada elə bunu qoyaq, burada qalsın. Yəni bağlandı. Instagram bağladı. Təəssüflə hər nədən dolayı, ehtimalə internet kəsilmiş olar, ya hər nədən dolayı bağlandı. Amma deyir ki, özü mesaj göndərir ki, bağlandı. Hər halda biz bu kitabın bir səhifəsini buradan oxuduq. Şimdi axir səhifəni oxuyaq, görək əcəba bir axir səhifədə bir tarixi filan bu kitabın yazılması üçün tapa bilərik ya yox. Burada da kitabın ortasından Əl-Muhəddisun deyə oradan başlayıram. Kitabın ən son səhifəsindən bir dana arxa, yəni son vərəqin
Əvvəl bu tərəfin, sağ tərəfin, sonra sol tərəfini oxuyacağam. El-Muhaddisun Ömər ibn Xəttab rəziyallahu anhu bunlardandır. Bunlar iki sinfidir. Bir sinfi Hakkı Teala ile verai hicabiden tekellüm ederler. Qalallahu Teala ve ma kana li beşerin en yetekellemallahu illa veceben ev min veraihil hicab. Ve sinfi ahiri oldur ki melaike anlar qalbinə və cah olur ki qulaqlarına nəsnə söylərlər. Cahi deyir ki, mələkə bunların qəlblərinə bir şeyi salar, cahi də qulaqlarına bir səs gələr. Qulaqlarına nəsnə söylər və cah olur ki, yazılı görürlər, yazılı bir şey görərlər. Bunların cümləsinə mühəddisun dərlər. Bu sinf riyazat-ı nəfsiyyə və mücahidat-ı bədəniyyəyə malikdirlər. Və nə qədər mücahidə və riyazatı ziyadət edərlər isə ol qədər halat və məratibi ziyadə hasil qılırlar. Zira qəçan nüfusi riyazət ilə safi və küduratidən getdik son səhifəci qutarır. Pak olsa şul saf və roşən ayinə misali olur. Aləm-i ərvahidə olan süvər və əşkal anda nəqşpəzir olur. Və hər kimsənə ki ruhunun mərtəbəsi qədrandan həssəmənd olur. Tamam, bunu qədr oxuyacaq. Hər kimsənin ki ruhunun mərtəbəsi qədri andan hissəmənd olur. Zira ərvah mütəfavitdir. Hər ruhun bir məqami vardır və hər məqamın bir hali və bir mərtəbəsi vardır. Haqqı Subhanehu və Teala cəmi talibləri murad və məqsudlərinə vasil və bunda zikri təhrir olunan awliya-i kəramın himmet-i alilərin hasil etməklik nəsib və ərzani edib himmetlərindən məhrum qılmiyə amin və hürməti seyyidül əvvəlinə vəl-axərin. Tamam şud tərcümeyi El-Fütuhat. Təəssüflə kitabın yazılış tarixi bəlli olmadı. Çox heyif olsun. Kitabın yazılış tarixi və kim yazıbdı, o bəlli olmadı. Hər halda bütün o birisi şeydə qutardı. Burada qutarıq. Bu gün iki kitabla tanış olduq. Birinci kitabın adı Şəmsiyyə idi. Əl yazması çox fərqli olduğu üçün onu zor çəkdik oxumağında. Onun əlbəttə oxumağı qolaydı, oxumaq olar. Bu şərtlə ki, bir 10-15-20 səhifəni ən azından adam zor çəkər, neçə dəfə oxuya. Göz o yazıya, qələmi adam necə fırladıb kağız üstündə, necə hurufları nəqqaşlayıbdı və necə bu nəqqaşlıqda hurufları nəqqaşlıq eləyə bir-birinə necə yapışdırıbdı, onları göz və beyin görüb, anlayıb, onları bir-birinə yapışdırmağı, bir-birindən ayırmağı öyrənə. Ondan sonra təbii ki, bunun oxumağı rahatdır. Yəni, adam mümkündür 2 gün, 3 gün vaxt qoysa bu kitabı rahatca oxuya bilər. Yəni, mən 2-3 gün deyəndə, yəni, məsələn, 6 saat ən çoxu. Vaxt qoysa bu kitabı oxuya bilər. Sallallahu aleyhi Muhammedin və ali Muhammed. Allaha şükür olsun, milyonlar mərtəbə şükür olsun ki, bu günləri bizə ömrü verdi. Türklər bizə miras qoyduqları dədələrimiz o çətin zamanda, o çətin imkanlarda, o çox pis vəziyyətlərdə bizim üçün dil, ədəbiyyat, irfan, hüquq, siyasət, ixtiraat, iktişavat, dava, dərman, hünər, iş, güc bunları qoyublar və yazıblar, bizə saxlayıblar. Və biz bunları bu günləri görürük. Allaha şükür olsun ki, türklərin bu yaratdığı mədəniyyətlər ya uyğarlıqlar dediyimiz
dil uyğarlığı, yazı uyğarlığı və ondan sonra bu da yazıda yazılan müxtəlif sahələrin uyğarlıqlarla tanış olmağa çalışdıq. Var olun, sağ olun. Əgər Allah bir ömrü versə, bir başqa